Salam əziz izləyicilər. Bugün sizlərə rus dilində ilin fəsilləri mövzusunu izah edəcəm. Bu mövzunu yeni sözlər, dialoqlar, qrammatika nümunələri və maraqlı faktlar ilə öyrənəcəyik. Hər şeyi addım-addım izah edəcək. Dərsə başlayaq. 4 fəsildən birincisi yaz. Yaz rus dilində olacaq весна. Çiçəklər, цветы, isti külək, теплый ветер. Cümlə qurarkən mütləq qrammatikadan da bilmək lazımdır. Məsəl üçün, desək ki, я люблю весну, yəni mən yazı sevirəm. Burada, məsəl üçün, весна sözü oldu весну. Niyə belə olur? Çünki весна женский roddur və sual verir ki, я весну что? Yəni nəyi sevirəm? Весну женский rodda A hərfi, burada bu cümlədə olur U hərfi. Bu da винительный падежdir. Və burada dialoqlarda bu sözlər necə istifadə olunur? Sözlərin sıralaması, şəkilçilərinə də diqqət etmək lazımdır. Misal üçün, yazıb ki, Что ты делаешь весной? Yəni, yazda nə edirsən? Что nə? Ты sən, делаешь edirsən, весной yazda. Niyə burada весна oldu? Весной, çünki deyirəm, когда? Весной. Что ты делаешь весной? Я гуляю в парке и слушаю птиц. Mən parkda gəzirəm və quşları dinləyirəm. Mən гуляю gəzirəm, parkda и və слушаю dinləyirəm, птиц, yəni quşları. Я гуляю в парке и слушаю птиц. Bir daha. Что ты делаешь весной? Я гуляю в парке и слушаю птиц. Что ты делаешь? Bu frazanı başqa cümlələrdə də istifadə edə bilərsiniz. Yəni, nə edirsən deməkdir. Весна yaz, весной da yazda. Nə zaman? Когда? Женский rodda весна sözü olur oy çəkicisi ilə весной. Sonra, я гуляю, mən gəzirəm. Bunu ayrıca bir cümlədə istifadə edə bilərsiniz. Məsəl üçün, mən evdə gəzirəm, mən çöldə gəzirəm və s. Я гуляю. Я гуляю в парке, я гуляю на улице və s. Слушаю, dinləyirəm. Misal üçün, я слушаю музыку deyə bilərsiniz. Я слушаю учительницу, müəlliməni dinləyirəm və s. Птица quşdur. Птиц isə burada cəm haldır. Həmçinin də burada падеж də var. Rus dilində cümlə qurarkən падежlərə, roda və cəm hala, tək hala diqqət etmək lazımdır. Bu kanalda daha öncədən də bu mövzuları ətraflı olaraq izah etmişəm. Bu kanaldan keçid eləyib digər dərslərə də baxmağı unutmayın. Yazın əlaqəli maraqlı fakt. Rusiyada yazın əvvəlində Maslenitsa adlı bayramda insanlar blini bişirirlər. Blini xəmirdən hazırlanmış şirniyyatdır. Növbəti fəsil leta, yay. Yeni sözlər. Leta, yay. Солнечный день, günəşli gün. Солнечный, günəşli, день, gün. Və burada da doğru tələffüz etmək lazımdır. Den yox, din. Kupatsa, üzmək. Burada da kupatsia yox, kupatsa, üzmək. Мороженое, dondurma. Və bu sözdə мороженое deyil, мороженое. Мороженое, yəni dondurulmuş deməkdir. Лето, солнечный день, купаться, мороженое. Cümlə qurarkən biz ismin hallarından, yəni падежdən istifadə edirik. Misal üçün, творительный падеж ismin 5-ci падежidir və bunun sualları budur. С кем, kimdə, с чем, nə ilə, и когда, nə zaman. Летом я еду на море. Yayda mən dənizə gedirəm. Летом, когда, nə zaman. Ya, mən yedu nəqliyyatla gedirəm. İdu demək olmaz, çünki idu piyada getməkdir. Na mori dənizə. Burada da na'nın əvəzinə başqa predlog olmaz, sadəcə na mori. Məsələn, v mori demək olmaz. Он купается в реке. O çayda üzür. O купается üzür в реке, çayda. Творительный падежdən harda istifadə etdik? Летом, yayda. Когда? Где ты отдыхаешь летом? Где, harda, ты, sən, отдыхаешь, istirahət edirsən, летом, yayda.
Niyə burada leta deyil? Çünki demirəm ki, nə yay. Deyirəm nə zaman? Когда летом. Yayda harda istirahət edirsən? На даче. Bağ evində. Я собираю ягоды и играю в футбол. Я mən собираю yığıram ягоды gilə meyvələri и və играю oynayıram в futbol. Bu cümlə biraz uzun cümlədir və iki hissəyə bölünür. На даче я собираю ягоды и играю в футбол. Bağ evində gilə meyvə toplayıram və futbol oynayıram. Yayla əlaqəli maraqlı fakt. Sankt-Peterburqda Белые ночи, ağ gecələr zamanı günəş saat 12-də batır. Payız fəsli. Payız fəslinə aid yeni sözlər. Osin, payız. Listopad, yarpaq tökülməsi. O ki, ağaclardan yarpaq tökülən zamanı ona listopad deyirlər. Urajay, məhsul. Zont və ya zontik, çətir. Предложный падежin sualları о ком, о чем, где. Kim haqda, nə haqda, harada. Я думаю об осени. Mən payız haqqında düşünürəm. Об осени, payız haqda. В парке красивые листья. Parkda gözəl yarpaqlar var. Об осени, yəni payız haqqında və в парке, parkda. Bunlar предложный падежdir. Предложный падежin predloqları o, об, yəni haqqında deməkdir. Почему осенью грустно? Niyə payızda kədərlənirsən? Потому что кончается лето. Çünki yay bitir. Но я люблю чай с корицей. Lakin mən çayı darçınlı sevirəm. Koritsa darçın deməkdir. S koritsay. Buradakı s tvarительный падежdir. Yəni s чем? Nə ilə? Darçınlı. Rus ədəbiyyatında və həmçinin də danışıqda belə bir fraza var. Zalataya osin. Zalataya qızıl deməkdir, osin də payız. Yəni qızıl payız kimi deyilir. Növbəti fəsil zima, qış. Snegovik, sneg qardır, snegovik qardan adam. Новый yeni, god il. Новый god, yeni il. Кататься на лыжах, xizək sürmək. Rus dilində родительный падеж var. Sualı kavo, kimin, чего, nəyin. У меня нет теплых варежек. Mənim isti əlcəklərim yoxdur. Я жду zimы. Mən qışı gözləyirəm. Burada hər iki cümlədə də родительный падежdən istifadə edirik. Və sualı da чего, что suallarıdır. Yəni nə gözləyirəm, nə yoxdur və s. Что ты делаешь зимой? Что, nə, ты, sən, делаешь, edirsən, zimой, qışda. Qışda nə edirsən? Катаюсь на коньках и готовлюсь к Новому году. Катаюсь на коньках, коньки sürürəm. И готовлюсь к Новому году, yeni ilə hazırlaşıram. Что ты делаешь зимой? Катаюсь на коньках и готовлюсь к Новому году. Nağıllarda və yeni ildə Ded Moroz, yəni Şaxta baba və Sneguruçka qarqız uşaqlara hədiyyə gətirir. Bugünkü dərsi bəyəndinizsə, zəhmət olmasa kanala abunə olub, like atıb, rəy yazmağı unutmayın. Dostlarınızla da kanalı paylaşa bilərsiniz. Həmçinin də suallarınızı, düşüncələrinizi şərhlərdə yaza bilərsiniz. PDF materialları, yəni dərs materialları, lüğəti baxmaq və öyrənmək istəyirsinizsə, Xaçu PDF yaza bilərsiniz rəylərə. Növbəti dərslərə qədər hələlik və onlayn dərslərimizə qatılmaq üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Do svidaniya.